Bildiyiniz kimi 30 aprel tarixində ölkə başçısı hörmətli cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin açılış mərasimi baş tutmuşdur. Məlum olduğu kimi aprelin 30-da dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin açılış mərasimi keçirildi. Bununla əlaqədar olaraq media nümayəndələri prezidentin izi ilə ilk olaraq Karkaş Kimya MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış oldular. Karkaş Kimya Məhdud Məsuliyyəti Cəmiyyətinin tikinti kimyəvilərinin istehsalı zavodunun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərinin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. Zavodun direktoru Nəcməddin Tağbaş bildirib ki, Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Burada sement əsaslı quru qarışıqlar, su, izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xam malı istehsal olunacaq. Bu müəssisə bizim mevcut istehsal kapasitemizin artırılması için ve yeni məhsulların istehsalı için kuruldu. Umumi yatırım değeri 25 milyon manat oldu. Burada 9100 kvadrat toplam tikinti sahası var. 7 istehsal hattı var. Kuru karışıklar, beton katkıları, su yalıtım malzemeleri var, poliüreten ve poliüreye esaslı su yalıtım malzemeleri var, epoksit esaslı yer örtükleri istehsal olunacak ve daha önce üretmiş olduğumuz kuru karışımların istehsalı burada olacak. Daha sonra media nümayəndələri Aztec Import MMC-nin Iveco markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavoduna olublar. İşləmə informasiyanın nümayəndələrinə müəssisənin təsisçisi Samir İbadullayev məlumat verib ki, müəssisədə İtalyan Iveco markalı yük və xüsusi təyinatlı avtomobillərin yığımı həyata keçiriləcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Müəssisəmiz İtaliya brendi olan Iveco'nun Azərbaycanda yük avtomobillərinin sənaye üsulu yığımı ilə məşğuldur. Və ilkin olaraq birinci ildə 100 ədəd yük maşınının yığımı planlaşdırılıb. Daha sonraki illərdə isə bu rəqəm daha da artırılacaq. Hədəf bazarımız daxili bazarla yanaşı, həm də xarici bazarlardır ki, eksportlarda böyük hədəflərimiz var ki, xarici ölkələrə təmin edək, istehsal etdiyimiz məhsullarla. Layihəmiz 2 mərhələdən ibarətdir. Birinci mərhələ şasilərin yığımıdır, hansı ki, hal-hazırda açılışını dünən cənab prezident də icra etdi və 10,2 milyon manat ilkin olaraq vəsait investisiya qoyulmuşdur. 90 nəfər artıq işlə təmin olunmuşdur. İkinci mərhələ isə həmin şasilərin 3 xüsusi qurğularının, yəni kuzovlarının istehsalı müəssisəsidir ki, onun da inşaatına artıq başlanılmışdır və önümüzdəki il həmin müəssisənin fəaliyyətə başlanması planlaşdırılır. Orada isə əlavə olaraq 60 iş yeri açılacaq və təxminən 9 milyon manat investisiya qoyuluşu planlaşdırılır. Bildirilib ki, fəaliyyətə başlayan bu iki müəssisənin ümumi investisiya kapitalı 44 milyon manatdan çoxdur. Birinci mərhələ üzrə artıq müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik daimi iş yerinin də yaradılması nəzərdə tutulur. İlkin mərhələdə bu müəssisədə istehsal olunan məhsullar daxili bazaların tələbatının ödənilməsinə yönələcək. Növbəti mərhələdən isə Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək. Bu iki müəssisənin açılışı ilə daha 400 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Bu 400 iş yerindən artıq 200 iş yeri açılmışdır. Artıq yeni əməkdaşlar işə cəlb olunmuşdur. Növbəti mərhələdə daha 200 iş yerinin bu iki müəssisə üzrə açılması nəzərdə tutulmuşdur. Müəssisələrdə bu iki müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulan istehsal obyektlərinə ümumilikdə 44 milyon manat investisiyanın qoyulması nəzərdə tutulur ki, bunun da artıq böyük bir hissəsi investisiya olunmuşdur. Ümumilikdə Sumqayıt Kimya Sənaye Parkında bugünə qədər 39 rezident qeydiyyatdan keçmişdir. Fəaliyyətə başlamış, ölkədə sənaye zonalarında fəaliyyətə başlamış rezidentlərin sayı 88-ə, bu iki rezidentlə birgə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlamış rezidentlərin sayı isə 26-ya çatmışdır. Sumqayıt Kimya Sənaye Parkında istehsal olunmuş məhsulların dəyəri artıq 14 milyard manata yaxınlaşmışdır ki, bunun da təqribi 30%-i ixrac edilmişdir. Müsbət dinamika hər il olduğu kimi bu ildə davam edir. Belə ki, 2025-ci ilin birinci rübündə 659 milyon manat dəyərində məhsul istehsal edilmişdir Sumqayıt Kimya Sənaye Parkında. Bunun da 250 milyondan çox dəyərində məhsul ixrac edilmişdir. Sumqayıt Kimya Sənaye Parkı digər sənaye parkları kimi Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna keçidini sürətləndirir, yeni iş yerlərinin açılmasına töhfə verir, buraya gələn investorlar rezident olmaqla bir sıra güzəştlərdən, dövlət dəstəklərindən yararlana bilirlər. Belə ki, sənaye parklarında, Sumqayıt Kimya Sənaye Parkında olduğu kimi investorlara tam infrastrukturla təmin olunmuş torpaq sahələri təqdim olunur və burada yaradılmış istehsal müəssisələri fəaliyyətə başladığı zaman onlar qeydiyyat dövründən 10 il müddətinə bir sıra vergilərdən, mənfəət vergisindən, torpaq vergisindən, əmlak vergisindən azad olunurlar. Eyni zamanda istehsal müəssisəsini qurmaq üçün, istehsal xəttinin yaradılması üçün ölkəyə ixal olunan avadanlıqlar, texnikalar həm gömrük ixal rüsumundan, həm əlavə dəyər vergisindən azad olunur ki, bu da investorlar üçün əlverişli, münbit şəraitin yaradılması, onların istehsal fəaliyyətinin qurulması üçün həm vaxta qənaət, həm investisiyaya qənaət deməkdir, həm də fəaliyyət dönəmində dövlət tərəfindən dəstəyin göstərilməsidir. Məlumat verilib ki, indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,88 milyard manat hissəsi ixracın payına düşür. Cari ilin birinci rübü ərzində sənaye parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manat hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalat 14,2%, ixracı isə 17,2% artıb. Bu ilin birinci rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.